أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على خير أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين فلعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم حتى إذا جاء أحدكم الموت قال رب ارجعوني لعل أعمل صالحا فيما تركت كلا إنها كلمة هو قائل ومن ورائهم برزخ إلى يوم يبعثون Sadaqallahul aliyyul azim. Əziz və hörmətli möminlər, sizin hər birinizi cümə günü münasibəti ilə salamlayır və cümə gününüzü təbrik edirik. Bildiyiniz kimi bugün Füzuli rayonunun işğaldan azad olunmasından 5 il ötür, ayın 20-sində isə Zəngilan rayonunun azad olunmasından. Hər dəfə olduğu kimi bu dəfə də uca şəhidlərimizi anır, onların uca Allahın dərgahında məqamlarının daha da uca olmasını diləyir, yaralı qazilərimizə də uca Allahın tezlikcə şifa inayət etməsini istəyirik. Bugünkü mövzumuz axirətlə bağlı olacaqdır. İslamda axirət inancı, axirətə aid olan bəzi xəbərlərin, ayə və hədislərin təhlili üzərində mövzunu işıqlandırmağa çalışacağıq. İndicə diqqətinizə çatdırdığım ayə Müminun surəsinin 99-100-cü ayələri idi ki, bu ayələrdə uca Rəbbimiz can verən şəxsin, yəni ayə buyurur ki, ölüm onları haqladığı zaman deyərlər, ey Rəbbimiz bizi geriyə qaytar ki, yaxşı əməllər edək. Allah da ardınca buyurur ki, kəlla, yəni heç vaxt, yəni bu iş mümkün deyil, əcəl gəldi çatdısa gedəcəksən. Və bu söz, yəni ey Rəbbimiz bizi geriyə qaytar sözü onların boşboğazlığından başqa bir şey deyildir. Qiyamətə qədər onlar bərzəxdə olacaqlar. Xütbəyə giriş eləməmişdən öncə bir haşiyə çıxmaq istəyirəm. Bunun da əlbəttə ki, müəyyən səbəbləri vardır. Ümumiyyətlə, hər kəsə yaxşı məlumdur ki, Qur'an-ı Kərimin ayələri məna baxımından iki ana qismə bölünür. Maraqlananlar Ali İmran surəsinin 7-ci ayəsinə diqqət etsələr, mətləbin nədən ibarət olduğunu bilərlər. Həmin ayədə uca Rəbbimiz Qur'anın bir qism ayələrinin möhkəm, sadə şəkildə desək, yəni hər kəs tərəfindən başa düşülən, İkinci qism ayələrin isə mütəşabih, yəni idrakdan kənar, hər kəs tərəfindən başa düşülməyən olduğunu bildirir. Ardınca bildirir ki, Lə ya'ləmu təviləhu illəllah vər-rasixuna fil-ilm. Mütəşabih ayələrin yozumunu, həqiqi mənasını Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz, kimsə dərk etməz. İmam Rıza əleyhissalam bu ayənin təfsirində gözəl bir hədis buyurub, hədis Biharul Ənvar əsərində keçir. İmam əleyhissalam buyurur ki, biz Əhl-i Beytin əhvalı Qur'anın ayələrinə bənzəyir. Qur'anın möhkəm və mütəşabihi olduğu kimi, bizim də sözlərimizin, bizim də əhvalımızın möhkəm və mütəşabihliyi vardır. Siz möhkəm olanından yapışın, mütəşabihi bıraxın. Nə deməkdir bu?
sadə şəkildə desək, məsumların özlərinə məxsus Allah tərəfindən verilmiş bəzi halları var. Məsələn, möcüzə məsələsi, məsələn, Peyğəmbərimizin meyraca yüksəlməsi məsələsi, məsələn, Həzrəti İsa'nın ölüləri diriltməsi və yaxud da palçıqdan quş düzəldib ona üfürməsi, bunlar ayələr vasitəsilə təsbit olunmuş xəbərlərdir. Yəni, bir insan istəsə ki, əqli yolla və yaxud fiziki qayda qanunları tətbiq etməklə bu xəbərləri təhlil etsin, hidayət əvəzinə zəlalətə düşəcəkdir. Şeytan onun o tətbiqatından istifadə edib, onun qəlbində şək şübhə yaradacaq və nəhayətdə həmin şəxsin yoldan azmasına səbəb olacaqdır. Necə ki, elə bəzi məscid əhli arasında da olur, ilahiyyatçılar arasında da olur ki, üxrəvi məsələləri, yəni axirətə aid olan məsələləri istəyirlər ki, fiziki qayda qanunlar əsasında təhlil etsinlər, öyrənsinlər. Məsələn, Peyğəmbər əleyhissalam meyraca qalxdı, gözəl. Meyraca qalxmaq üçün gərək yerin cazibə qüvvəsini qırasan. Necə qırdı? Və yaxud göyün müəyyən təbəqələri var. Elə təbəqə var ki, orada ümumiyyətlə oksigen, qatı oksigen olmur. Oradan necə keçdi və s. Bu kimi suallar fiziki qayda qanunlar ilə sözümüzün canı budur ki, məsumların əhvalına Allah tərəfindən onlara verilmiş möcüzələrə və yaxud da uxrəvi məsələlərə qiymət vermək, onları təhlil etmək olmaz. Bizim əlimizdə səhih hədislər var ki, qəbirdə sorğu-sual var. Amma qəbirdəki sorğu-sualın mahiyyəti nədən ibarətdir, necə olacaq, bizim idrakımızın fövqündədir. Biz onu fiziki qayda qanunlarla təhlil eləyə bilmərik. Və yaxud elə ruh məsələsinin özü, Quran deyir ki, ruh haqqında sizə çox cüzi məlumat verilib. Belə olduğu təqdirdə biz ruhun mahiyyətini təbiət elmlərinin qayda qanunları əsasında təhlil etsək, hidayət əvəzinə zəlalətə düşmə ehtimalımız çox böyük olar. Bu baxımdan hədisşünaslar mütəşabih xəbərlərin özlərini də bir neçə qismə bölüblər. Birincisi, uluhiyyət baxımından mütəşabih xəbərlər. Allahın sifətləri bura daxildir. İkincisi, nübüvvət və həmçinin imamət baxımından mütəşabih xəbərlər. Peyğəmbərliyə aid olan və yaxud imamlarımıza aid olan bir çox xəbərlərin mütəşabih olduğunu görür, onların təbiət elmləri vasitəsi ilə təhlilinə bir, necə deyərlər, qadağa qoyuruq, yəni mümkünsüz olduğunu deyirik. Bayaqları işarə etdik ki, məsumların elə əhvalı, elə xəbərləri var ki, onları biz dərk etmirik. Xəbər səhihdirsə, iman gətiririk, kifayət edir. Üçüncü, yəni mütəşabih, idrakdan kənar xəbərlər, hədislər qrupuna aiddir, məadla bağlı, axirətlə, qəbir haqqı hesabı ilə bağlı xəbərlər. Heç kəs qəbirdə sorğu-sualın necə aparılacağını, Nəkir və ya Münkər, Bəşir və ya Mübəşşir adlı mələklərin gəlib insandan necə sorğu-sual tutacağı haqqında məlumatları elmi yolla təhlil edə bilməz. Əlimizdə məsumlarımızdan səhih xəbər var, əmənnə, iman gətirmişik. Dördüncü qrupa aid olan xəbərlər zaman baxımından mütəşabih xəbərlərdir. Mən bu haşiyəni ona görə çıxıram ki, əziz möminlər, bəzən möminlər arasında bu kimi xəbərlər daha çox təhlil edilməyə çalışılır. Amma bilək ki, bizim idrakımızdan uzaq bir məsələdir. Bəzi xəbərlərin təhlilinə bizim əqlimiz
bəşərin əqli yol tapmaz. Zaman baxımından mütəşabih xəbərlərə bir, keçmişdə baş vermiş bəzi xəbərlər daxildir. Məsələn, Adəm əleyhissalama aid olan nəslin çoxalması məsələsi. Sən mövzunu götürsən, mövzuya aid 5 hədis seçsən, 5-i də bir-birinin ziddinədir. Ona görə də bəzi alimlər deyib ki, belə xəbərlərdən uzaqlaşaq. Və yaxud qiyamətlə bağlı, gələcək zamanla bağlı xəbərlər, qiyamətin nə vaxtı baş verəcəyi, Qur'an deyir ki, səndən bu haqda soruşarlar, sən hardan biləsən? Yəni, onun məlumatı yalnız və yalnız uca Rəbbimizin elmindədir. Bir də var, məkanla, 5-ci qrupa aiddir, məkanla bağlı mütəşabih xəbərlər. Məsələn, Qur'an deyir ki, genişliyi yerlər və göylər qədər olan cənnətə tələsin. İndi cənnətin eninin, uzunluğunun nə qədər olduğunu ölçüb demək olarmı? Əsla. Ona görə də bəzi xəbərləri eşitdiksə, səhihliyinə əmin olduqsa, işimiz iman gətirməkdən ibarətdir. Əlbəttə ki, bayaqdan bəri bura qədər dediyim bir haşiyə idi, xütbə söhbəti deyildi. Əslində bu elmi bir məsələdir, dərs məsələsidir. Amma mövzumuz uxrəvi mövzu olduğuna görə, yəni axirətə aid olan bəzi xəbərləri təhlil edəcəyimizə görə, məsələyə buradan giriş etdim ona görə ki, oxuyacağımız bəzi ayə və hədislər heç kəsi təəccübləndirməsin. Onlar bizim əlimizdə səhih hədis olaraq dövrümüzə, əlimizə gəlib çıxdığından biz onlara yalnız iman gətirmişik. Mövzumuzun əsas hissəsi ondan ibarətdir ki, insan ümumiyyətlə hər bir canlı ölümü dadacaq. Kullu nəfsin zaiqatul mevt deyə buyurur uca Rəbbimiz. Və Qur'an terminologiyasında çox maraqlıdır ki, hər bir kəs öləcəkdir deyə buyurmur, ölümü dadacaqdır. Zaiq, zövq sözü var. Zövq, yəni nəyisə dadmağa deyərlər. Ölümü dadmaq. Görəsən, uca Rəbbimiz nə üçün burada zövq sözündən, yəni dadmaq sözündən istifadə edib? Sadə təhlili bundan ibarətdir ki, hər bir şəxs ölümün ya acılığını, Allah uzaq eyləsin, və yaxud da onun şirinliyini mütləq dadacaqdır. Ruhun bədəndən çıxma anı elə bir çətin andır ki, əgər məsumlarımızın bu mövzudakı hədislərinə diqqət etsəniz, görərsiniz ki, həqiqətən də hələ məsum olan şəxsin bədənini sirkələyib bu məsələ. Məsələn, belə rəvayət olunur ki, bir gün Peyğəmbər salavatullah ruhun bədəndən çıxma anını təsvir edirdi. Əli əleyhissalam da məclisdə idi, o həzrət hönkürtü ilə ağlayır və ya Rəsulallah, bizim vəziyyətimiz necə olacaqdır deyə Peyğəmbərə sual ünvanlayır. Peyğəmbər salavatullah cavabında buyurur, ey Əli, müminin ruhunu tapşırması bir gülü iyləməsinə bənzəyər. Əzrail sanki ona bir gülü iylətməklə həmən gülün qoxusundan mömin öz canını tapşırar. Amma kafirlərin canı qoyunun dərisi soyulan kimi soyulacaqdır. İnsanın ölüm anı çox təhlükəli, çox dəhşətli bir andır. Ona görə də biz bəzi dualarımızda Allahumma inni a'udhu bika min sakaratil mauti və azabiha. İlahi, ölüm anından və ölüm anının əzabından sənə sığınıram. Allahumma inni a'udhu bika min azabil qabr. İlahi, qəbir əzabından sənə sığınıram deyə dualar varımızdır. Yaxşı olar ki, möminlərimiz bu duaları daim
təkrarlasınlar. Dedik ki, ölüm anı. Qur'ana baxdıqda biz görürük ki, ruhun bədəndən çıxması haqqında 3 növlü ayələr var. Ayələrin birinci növü canın alınmasını Allaha, ikinci növ ayələrdə Mələkul Mövt, daha məşhur olan ləqəbi Əzrail adlı mələyə həvalə olunduğu, üçüncü növ ayələrdə isə mələklərə ad çəkilmədən ümumi olaraq mələklərə aid olduğu deyilir. Bəzən görürsən ki, naşı və yaxud da Qur'ana qarşı münasibəti yaxşı olmayan insanlar bu kimi ayələri oradan çıxarıb, güya Qur'anda ziddiyyət vardır deyə paylaşımlar edirlər və s. Amma məsələnin mahiyyətinə baxdıqda biz görürük ki, burada heç bir ziddiyyətdən söhbət gedə bilməz. Allaha aid olan ayədə ümumiyyətlə canı alan da Allahdır, canı verən də Allahdır. Bəyəm Allahın izni olmadan Həzrət Əzrail əleyhissalam can ala bilərmi? Əsla. Və hədis mənbələri ilə məsələyə diqqət etdikdə biz görürük ki, bəzi rəvayətlərdə belə nəql olunur ki, Əzrail əleyhissalamın sağ tərəfində möminlərin canlarını alacaq mələklər qərar tutublar, sol tərəfində isə cəhənnəm əhlinin, kafirlərin canlarını alacaq mələklər qərar tutublar. Kimin canını almaq lazımdırsa, Əzrail əleyhissalamın göstərişi ilə xəbər Əzrailə gəlir. Bir rəvayətdə deyilir ki, bütün insanların, bütün canlıların adları bir lövhə şəklində Əzrail əleyhissalamın önündədir. Əzrail əleyhissalam orada kimin canının alınmasının lazım olduğunu həmin adın oradan silinməsi vasitəsi ilə bilir. Bəzən özü, bəzən sağ və bəzən də qeyd etdiyimiz kimi sol cinahında olan mələkləri göndərməklə o canlıların canını almış olur. Qur'anda da və'n-nazi'ati nəz'a, and olsun ruhu bədəndən sıyırıb çıxaranlara, canı alanlara deyə ayələr vardır. Bu ayələr də göstərir ki, Əzrail can almaq məsələsində tək deyil. Sadəcə olaraq o, sadə şəkildə desək, sərkərdə təyin edilib orduya, can alanlar ordusuna, can alanlara müvəkkil olan mələklər ordusuna. Əgər belə demək, belə ifadə eləmək mümkündürsə, fikrimizi sadə şəkildə belə ifadə edək. Elə ki, insanın canı alındı, biz bilmirik ruh bədəndən necə sıyrılıb çıxarlar. Mahiyyətdən qeyd etdik ki, xəbərimiz yoxdur. Xəbəri biz hədisi səhih olduğuna görə qəbul edirik, ruh var, ruhu alan mələk və ya mələklər var, amma necəlik bizim idrakımızın fövqündədir. Elə ki, insanın canı alındı, insan üçün bərzəx deyilən bir aləm var. Əfsuslar olsun ki, müasir dövrümüzdə elə sosial şəbəkələrin özündə də adını bəzən ilahiyyatçı, dindar və s. qoyanlar qəbir haqqı hesabının olmadığını, bərzəx aləminin olmadığını və s. belə müddialar irəli sürür və bəzən də bizim möminlərimizin fikirlərini, zehinlərini, necə deyərlər, qarışdırmış olurlar. Amma biz ayələr üzərində deyilmiş hədislərə, rəvayətlərə, o cümlədən böyük alimlərin, müfəssirlərin verdikləri izahlara baxdıqda görürük ki, bu kimi iddiaları ortalığa atanların ya özlərinin xəbəri yoxdur, məsələni bilmirlər və yaxud da qəsdən qərəzkarlıq edərək müsəlmanların, möminlərin zehinlərini qarışdırmaqla məşğuldurlar. Dedik ki, bərzəx aləminin mövcudluğu haqqında həm Qur'andan ayələr, həm də məsumlarımızdan kifayət qədər xəbərlər nəql
olunubdur. Məsələn, Qur'an-ı-Kərimdə elə tez-tez oxuduğumuz Yasin surəsində Qilət xulul cənnə qalə ya leytə qavmi ya'ləmun ayəsini biz dəlil gətirə bilərik. Bilirsiniz də, Həbib Nəccarla bağlıdır bu hadisə. Onu öldürürlər, şəhid eləyirlər. Canı ağzından necə deyərlər çıxan kimi ayə deyir ki, Həbib Nəccar dedi ki, biz dedik ki, Həbib Nəccara cənnətə daxil ol. O da belə dedi, ey kaş mənim qövmüm bunu görəydi, bunu biləydi. Yəni mənim əhvalımı biləydi. Çünki Allah bir yerə Peyğəmbər göndərmişdi, Peyğəmbərləri qəbul eləmədilər, döydülər və yaxud öldürdülər. Həbib Nəccar adlı mömin bir şəxs yürüb gəlir ki, bunlar Peyğəmbərlərdir, doğru danışırlar və s. Nəticədə Həbib Nəccarı vurub öldürürlər. İşimiz yoxdur. Bəzi rəvayətlərdə o şəxsin adı Həbib Nəccar gəlib. Olsun başqa adı. Söhbət bu ayədən gedir. Ayə deyir ki, ona dedik cənnətə daxil ol. O da dedi ki, ey kaş mənim qövmüm mənim son halımı görəydilər ki, mən necə də Rəbbimin nemətlərindən bəhrələndim. Bəyən bu bərzəx aləminə aid deyil, bəs nədir? Hələ qiyamət baş verməyib ki, möminlər gedib cənnətə düşsünlər. Bu ayə onu göstərir ki, bərzəxin cənnəti vardır. İndi başqa ayədə də qeyd eləyəcək ki, həm də bərzəxin cəhənnəmi vardır. Və yaxud elə şəhidlər haqqında daha çox deyirik biz bu ayəni. وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ. Allah yolunda öldürülənlərə, şəhidlərə ölü deməyin, onlar diridirlər və Allah yanında ruzi yeməklə məşğuldurlar. Ayə açıq, aşkar deyir ki, yurzəqun, yəni Allah onlara ruzi yedizdirir cənnətdə. İndi hardan oldu, ay filan kəs deyirsən ki, insan öldüsə elə bir getdi yuxuya. Bir də qiyamət günü yuxudan ayılan kimi ayılacaq, məhşər səhnəsində sorğu-suala çəkiləcəkdir. Bu ayələr artıq sübut edir ki, biz öldükdən sonra bizim üçün ya inşallah ki bərzəx cənnəti var, ya da nəuzubillah bizim üçün bərzəxin cəhənnəmi, ağrısı, əzabı vardır. Elə indicə yuxarıda diqqətinizə çatdırdığım ayədə də uca Rəbbimiz onlar üçün bərzəx vardır deyə buyurmaqdadır. Və yaxud da Fironun əhvalına diqqət eləyək. Uca Rəbbimiz Qur'an-ı Kərimdə Qafir surəsinin 40-cı ayəsində buyurur, onlar odda yandırılarlar. Qiyamət qopduğu gün isə Firon əhlini ən şiddətli əzaba salın deyərik. Bu ayə nəyə dəlildir? Qur'an deyir, onlar odda yandırılırlar. Elə ki, qiyamət qopdu, deyəcək onları salın ən şiddətli əzaba, yəni cəhənnəmə. Bu ayənin birinci hissəsi onu göstərir ki, Firon əhli bərzəx aləminin cəhənnəmində əzab içərisindədir. Elə ki, qiyamət başladı, qiyamət başlayan kimi də Allah əmr eləyər ki, onların hamısını üzü qoylu cəhənnəmə daxil edin. Bu ayə bir daha sübut eləyir ki, bərzəx dünyası var, qiyamətlə ölüm anı arasında və bərzəxin cənnəti və yaxud da cəhənnəmi vardır. Elə məsumlarımızdan nəql olunan hədislərdə, məsələn, İmam Cəfər-i Sadiq əleyhissalam buyurur ki, Əl-bərzəxul qabr, bərzəx aləmi qəbirdir. Yəni, insan qəbrə qoyuldusa, onun bərzəxidir. Qiyamətə qədər ya orada əzab görər, nəuzubillah, ya da orada uca Allahın nemətlərindən faydalanar. Başqa bir hədisdə İmam əleyhissalam buyurur ki, Əl-bərzəxul qabr və fihi-th-thavabu vəl-iqab beynəd-dünya vəl-əxirə. Bərzəx qəbrin özüdür, qəbir aləmi ilə bərzəxdir. Dünya ilə axirət arasında orada ya əzab var,
yaxud da savab vardır. Yəni insan bu dünyada gördüyü işlərin ya mükafatını bərzəxdə alacaq və yaxud da cəzasını. İnsan biz bilirik ki, öldükdən sonra, qəbrə qoyulduqdan sonra hədis mənbələrində nəql edilmiş bir çox hədisə görə sorğu-suala tutular. Amma bu sorğu-sual ibtidai sorğu-sualdır. Bu sorğu-sual əməllərimizin xırda detallarına qədər sorğulanması deyil. İbtidai sorğu-sual nədəndir? Əhl-i Beyt təriqi ilə, kanalı ilə nəql edilmiş hədislərdə göstərilir ki, Allahın vəhdaniyyəti, Rəbbun kimdir, Peyğəmbərin kimdir, kitabun, qiblən, imamın və s. Bu kimi ibtidai suallar soruşular. Elə ki, inşallah şəxs ki, bu suallara cavab verə bildi, dili tutulmadı, o zaman onun üçün qəbir genişlənər və o bərzəxin cənnətinə daxil edilər. Amma elə ki, bu suallara cavab verə bilmədi, həmin şəxsin o zaman vay halına. Hədislər deyilir ki, İmam Sadiq əleyhissalam buyurur ki, qəbir o şəxsi elə bir səviyyədə sıxar ki, beyni dırnaqlardan tökülər. Əlbəttə bu məcazdır. Beynin dırnaqlardan tökülməsi ifadəsi, yəni qəbir əzabının çox şiddətli olduğunu bildirmək üçündür. Allaha sığınırıq qəbir əzabından. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, dedi, ey Peyğəmbər övladı, qəbirdə sorğu-sual var. Həzrət buyurdu ki, bəli. Nədən soruşulacaq? Filan şeylərdən. Bayaq dedim, hədisin məzmununu nəql eləyirəm. Dedi, bəs qəbir əzabı var? Dedi, var. Dedi, bəs qəbirdə bildik ki, torpaq insanı sıxar. Adam var, edam olunub, havadan asılıb. Adam var, suda qərq olub. Bəs bunların qəbir əzabı necə olacaq? İmam əleyhissalam belə buyurdu. Dedi, torpağa əmr edib onu sıxdıran Allah havaya da əmr edər, suya da əmr edər ki, onu sıxıb ona qəbir əzabını datdırsın. Bu da onu göstərir ki, Əhl-i Beyt məktəbində qəbir əzabı haqqında olan bir çox rəvayət səhihdir və biz bu rəvayətlərə də iman gətirmişik. Amma bayaq dediyim kimi necəliyindən xəbərimiz yoxdur. Mahiyyət bizim idrakımızın fövqündədir. Aparıb qəbrə 50 dənə laboratoriya qurasan, məsələn deyirəm ki, görək burada sorğu-sual necə aparılır, ölüdən sorğu-sualı o mələklər necə götürür və s. eləyə bilməzsən. Mahiyyət çünki bizim idrakımızın fövqündədir. Ona görə də İmam əleyhissalam başqa bir hədisində belə buyurur. Vaxtın məhdudiyyətinə görə ərəbcəni oxumayım, tərcümə eləyirəm. And olsun Allaha, mən sizin üçün bərzəxdən qorxuram. İmamdan sual olundu. Bərzəx nədir? Həzrət buyurdu. Qəbir öldüyü gündən qiyamət gününə qədər olan müddətdir. Bu hədis bir daha onu təsdiqləyir ki, əziz möminlər, bərzəx aləmi var, öldükdən sonra biz onun ya cənnətində inşallah və yaxud da nəuzubillah onun cəhənnəmində məskun olacağıq. Başqa bir hədis Allahın Rəsulundandır, məşhur bir hədisdir. Buyurur ki, İnnəməl qabru ravzatun min riyazil cənnə. Qəbir ya cənnət bağçalarından bir bağçadır, av hufratun min hufrinnar, yaxud da cəhənnəm quyularından bir quyudur. Peyğəmbərin əhvalında da, yəni həyat tərzində, sünnəsində də çoxlu sayda rəvayətlər nəql olunub ki, qəbirdə insanlar bizi eşidirlər. İndi müasir dövrdə yəqin ki, qarşınıza çox çıxır. Ölü öldüsə daha heç nə eşitmir. Ölülərin eşitmə problemin bu günləri elə bir səviyyədə təbliğatını aparırlar ki, sanki nə Qur'andan, nə də sünnədən xəbərləri var. Ölü
bizim hamımızı eşidir də, bizim hamımızı görür də. Elə əlimizdə olan dəlil. Səhih-i Buxaridə keçir bu hədis. Maraqlananlar Biharul Ənvar əsərinə də müraciət edə bilərlər. Elə ki, Bədr döyüşü baş verdi. Bədr döyüşündə bir çox müşrik həlak oldu. Peyğəmbər əleyhissalam göstəriş verdi ki, onların hamısını quyulayın. Tökün quyulara, Bədirdə quyular var idi. Hədisin ərəbcəsi də, mənbəsi də, nömrəsini də bura qeyd etmişəm. Mən özüm vaxta görə istəmirəm, oxuyan vaxt aparam. Məzmununu deyirəm. Peyğəmbər əleyhissalam elə ki, onları tökdürdü quyuya, müşrikləri. Onların başının üstündə dayanıb dedi, ey quyu əhli, Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü? Bir qrup səhabə dedi, ya Rəsulallah, ölülərlə danışırsan. Bəyəm ölülər eşidirlər səni? Həzrət görün nə buyurdu? Siz mənim dediklərimə onlardan daha yaxşı eşitmirsiniz. Yəni ölülər Peyğəmbərə sual verənlərə deyir, ha Peyğəmbər, sizdən daha yaxşı eşidirlər məni. Lakin onlar cavab verə bilmirlər. Bu hədis kifayət eləyir ki, deyək, ölülər bizi bizdən də yaxşı eşidirlər, ölülər bizi bizdən də yaxşı şəkildə görürlər. Amma Peyğəmbər salavatullahın ərz etdiyi kimi cavab vermək xüsusiyyətinə sahib deyirlər. Bizə məlumdur nə üçün bəziləri hətta bütün qaynaqlarda olan bu kimi xəbərləri niyə inkar edirlər? Bütün gördüyünüz o məsələlərin mahiyyətində bircə amil dayanır. Əhl-i Beytin fəzilətini heçə endirmək. Əhl-i Beyt imamlarına biz təvəssül edirik. Onlardan şəfaət diləyirik. Bu şeylər vasitəsilə ölülər eşitməzlər, ölülər yuxudadılar, bir də qiyamətdə ayılacaqlar və s. və ilaxırın arxa pərdəsində dayanan məsələ bizim etiqadımızı güya puça çıxarmalarıdır. Amma ayə və hədislər o qədər açıq-aşkardır ki, maraqlananlar gərək biraz, necə deyərlər, imanlı şəkildə düşünüb bu məsələlərə xüsusi olaraq diqqət göstərsinlər. Hətta başqa bir hədisdə Peyğəmbər bir ad çəkir. İndi deyirsən qəbirdə yatanın adını çəkmək şirkdir. Əlinin qəbrinin kənarında durub ya Əli demək deyirsən ki şirkdir. Gör Peyğəmbər əleyhissalam nə deyir? Həmən quyunun kənarında dayanır. Ya Əbə Cəhil, ey Əbu Cəhil, ey Ütbə, ey Şeybə, ey Ümeyyə. Müşriklərin hamısının adını bir çəkir, onlarla danışır. Hədis Səhih-i Buxaridədir. Maraqlananlar diqqət eləsinlər. Biz kitablarımızda bunların geniş təhlilini vermişik, amma xütbədə vaxt yoxdur. Deməli, sən bu hədisi görə Peyğəmbər bir müşrikə və ya müşriklərə ey filan kəs deyə müraciət eləyir, onlarla danışır, amma sənin ya Əli deməyin olur şirk. Deməli, məqsəd bir daha əyan oldu ki, bu kimi səhih hədisləri inkar etməyin arxa planında nələr dayanır? Əli övladı Əlinin fəzilətini puça çıxarmaq. Amma ayə nə buyurur? Kafirlər istəməsələr belə Allah öz nurunu tamamlayacaqdır. Allah məsələnin möhrünü, necə deyərlər, vurubdur. Bir məsələyə də xüsusi diqqət eləyək, vaxt məhdudlaşıb. Əməllərdən öncə məsumların görünməsi məsələsi. Bu haqda əziz möminlər, bizim əlimizdə en qədər, yəni sayı hesabı bəlli olmayan hədislər var. Can verən zamanı məsumların hazır olması. Bayaq xütbədə haşiyə çıxmışdım ki, məsum o anda necə hazır ola bilər? İdrakımızdan kənardır, amma xəbər deyirsə var, Peyğəmbər salavatullah can verənin başının üstünə gələr, xəbərlər deyir ki, bəli, gəlir. Digər mühüm bir məsələ, da o hədisləri mən oxumuram, vaxtın məhdudiyyətinə görə. Əməllərin görünməsi məsələsi. Əziz möminlər, bütün əməllərimiz qəbirdə hazır olarlar. Hər əməl də bir yerdən gələr. Möhkəm xəbərlərdə nəql olunubdur ki, Əhl-i Beyt baş tərəfdən gələr,
və əhl-i beytə sevgisi olanlara müjdə verərlər. Əməllərin görünməsi məsələsi isə Quranda açıq-aşkar şəkildə təsbit edilmişdir. Zəlzələ surəsini hamımız bilirik. Uca Rəbbimiz Zəlzələ surəsində فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Ərəb dilində görmə bir neçə növdür. Ərəb dili o qədər zəngin, o qədər açıq-aşkar dildir ki, nəzərə var, rəa var və s. Rəa fiziki görünüşə deyirlər. Yəni bir şey sənin yanında zahir olsun, sən onun bütün fiziki ölçülərini görmüş olasan. Ayə buyurur ki, hər kəs zərrə qədər. Zərrə bilirsinizmi nədir? Pəncərədən baxanda biz görürük ki, günəş şüası düşür və kiçik toz zərrəcikləri var. Bax ona deyirlər. O qədər xırdadır ki, Qur'an deyir ki, zərrə qədər yaxşı və ya zərrə qədər pis iş görsəniz, yanınızda hazır olacaq. Siz baxacaqsınız ona. Baxın, burada biz nə qədər insanıq. Hamımızın özünə məxsus siması var və simadan tanıyırıq. Bir adamın simasına baxanda deyirsən ki, məsələn, bu Hacı İbrahimdir, bu Hacı Ramildir, bu Hacı Şamildir və s. Sima. Qiyamətin günündə də həmin əməllərimiz zahiri forma, fiziki forma alacaq. Məsələn, namaza baxanda sən artıq biləcəksən ki, o namazı necə qılmısan. Adam var, namazına baxar, iyrənər. Çünki yaman gündə qılmısan. Orucuna baxar, iyrənər. Bunlar hamısı hədislərdə gəlib. Bu uxravi xəbərlərdir. Bunlar bizim kimi bəşərin işi deyil, bu xəbərləri özündən desin. Məsumlar deyib, biz deyirik. Sadəcə mən məzmunun rəvayət eləyirəm. Baxar günaha, məsəl üçün şərab içib, nəuzubillah şəraba. Baxar digər, hər bir əməlin özünə məxsus görkəmi olacaq. Ona görə də, əziz möminlər, uca Allahı an verək, öz izzət-i cəlalına xatir, bizim günahlarımızı savab əməllərə çevirərək bizi dünyadan aparsın. Uca Allahı an verək, öz izzət-i cəlalına xatir, bizim canımızı almağa rəhmət mələklərini göndərsin. Uca Allahı and verək, öz izzət-i cəlalına xatir, bizi həmi qəbir əzabından, həm də məhşərin xofundan, əzabından uzaq eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh. Salavat. Allahümmə salli alə Muhammed və ali Muhammed.